Əgər hər gün alma yesək, bədənimizdə hansı dəyişikliklər baş verər? Alma dünyanın ən məşhur meyvələrindən biridir. Bir çox insan onu sadəcə dadlı olduğu üçün yeyir. Amma hər gün alma yeməyin insan orqanizminə təsiri düşündüyümüzdən daha da böyük ola bilər. Bəs gündə bir alma yemək həqiqətən həkimdən uzaq saxlaya bilərmi? Bu videoda almanın bədənimizdə yarada biləcəyi dəyişikliklərdən danışacağıq. İlk növbədə alma vitamin və minerallarla zəngindir. Onun tərkibində C vitamini, kalium, lif və müxtəlif antioksidantlar var. Bu maddələr bədənin normal fəaliyyətini göstərməsinə kömək edir. Hər gün alma yeməyin ilk təsirlərindən biri həzm sistemində ola bilər. Alma liflə zəngin olduğu üçün bağırsaqların daha yaxşı işlənməsinə kömək edir. Xüsusilə qabığı ilə birlikdə yeyilən alma qəbzlik probleminin azalmasına dəstək ola bilər. Liflər bağırsaq hərəkətlərini tənzimləyir və həzm prosesini yaxşılaşdırır. Hər gün alma yemək ürək sağlamlığı üçün də faydalı ola bilər. Araşdırmalar göstərir ki, liflə zəngin qidalar xolesterin səviyyəsinə müsbət təsir göstərir. Almanın tərkibində olan maddələr damar sağlamlığını qorumağa kömək edə bilər. Almanın başqa bir üstünlüyü immun sisteminə dəstək olmasıdır. Tərkibindəki C vitamini orqanizmin müdafiə sisteminə normal fəaliyyət kömək edir. Xüsusilə soyuq aylarda meyvə və tərəvəzlərdən kifayət qədər qəbul edilməsi vacibdir. Bir çox insan alma yeyəndən sonra özünü daha enerjik hiss etdiyini bildirir. Bunun səbəbi almanın tərkibindəki təbii şəkərlər və karbohidratlardır. Bu maddələr bədəndə sürətli enerji verə bilir. Buna görə də bəzi insanlar idmandan əvvəl alma yeməyə üstünlük verirlər. Almanın tərkibində olan antioksidantlar hüceyrələrin qorunmasına kömək edir. Antioksidantlar sərbəst radikalların təsirini azaltmağa kömək edən maddələrdəndir. Bu səbəbdən meyvə və tərəvəzlərin zəngin qidalanma ümumi sağlamlığı üçün vacib hesab olunur. Alma ağız sağlamlığına da müəyyən qədər müsbət təsir göstərir. Onu çeynəmək tüpürcək ifrazını artırır və bu da ağız boşluğunun təmizlənməsinə kömək edir. Amma bu diş fırçalamağın əvəzi deyil. Bəzi insanlar düşünür ki, alma nə qədər çox yeyirlərsə bir o qədər yaxşıdır. Amma hər şeydə olduğu kimi burada da ölçü vacibdir. Həddindən artıq alma yemək bəzi insanlarda köp, qaz və ya həzm narahatlığını yarada bilər. Almanın hansı növünün daha faydalı olduğunu da tez-tez verilən suallardandır. Əslində qırmızı, yaşıl və sarı almaların hər birinin öz üstünlükləri var. Yaşıl alma adətən daha turş və daha az şəkərli olur. Qırmızı almalar isə daha şirin, daha dadlı ilə seçilir. Almanı necə yemək daha faydalı olar? Əksər hallarda almanın qabığı ilə yemək tövsiyə olunur. Çünki lifin və faydalı maddələrin böyük hissəsi qabıqda yaxın hissədə yerləşir. Lakin almaları yeməzdən əvvəl yaxşı yumaq vacibdir. Bəzi insanlar alma şirəsinin alma ilə eyni faydaya malik olduğunu düşünürlər. Əslində isə bütöv alma daha yaxşı seçimdir. Çünki şirə hazırlayarkən liflərin böyük hissəsi itir və insan daha tez acır. Gündə neçə alma yemək olar? Əgər sağlam insanlar üçün gündə 1 və ya 2 alma kifayət hesab olunur. Daha çox miqdar isə insanın ümumi qidalanma rejimindən və sağlamlıq vəziyyətindən asılıdır. Beləliklə, hər gün alma yemək həzm sisteminə, ürək sağlamlığına, toxluq hissinə və immun sisteminə müsbət təsir göstərə bilər. Amma unutmaq olmaz ki, təkcə bir qida bütün problemləri həll etmir. Sağlam həyat üçün müxtəlif və balanslı qidalanma, kifayət qədər su içmək və fiziki aktivlik də vacibdir. Bəs siz gündəlik həyatınızda alma yeyirsinizmi? Ən çox hansı növ almanı sevirsiniz? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın.